Salam uşaqlar, hər vaxtınız xeyir. 2021-ci il iyunun 16-sında keçirilən 9 illik buraxılış imtahan suallarına baxırıq. Birinci sual. Birinci sualımız adi bəsit bir hesablamadır. 1 tam 8-də 3 plus 2 tam 6-da 5. Topladığımız zaman tam hissələr toplayırıq 1 ilə 2. Etdi bizə 3 tam. 8 ilə 6-nın ortaq məxrəci 24. 8, bura tamamlayıcı 3. Bura tamamlayıcı isə 4 düşür. 9, 5, 4, 20. 9 və 20, 29. 29'u 24'e böləndə 1 tam düşür. Gəlir 3 tamın üzərinə. Olur 4 tam, 24'də 5. Doğru cavab D variantı. Keçdik ikinci sualımızın izahına. ABC və A1, B1, C1 üçbucaqları oxşardır deyir. Oxşardır deyirsə, bunu belə yazaq. Üçbucaq ABC oxşardır. Üçbucaq A1, B1, C1-ə. AB 20. AB 20. AC isə 25 verilib. A1, C1 isə 15 verilir. Baxın uşaqlar. Eyni hissələri götürürük. AB 20-dir. 20-nin A1, B1-ə olan nisbəti A1, B1, X bərabərdir. Yenə bu üçbucaqdan AC-ni götürürük. AC, yerlərə diqqət eləmək lazımdır. AC 25, burada da eyni yerdə dayanan A1, C1 var. A1, C1 isə 15. Bu cür bir nisbətdən tapırıq tərəfimizi çarpaz vurmamışdan öncə 25 ilə 15-i 5-ə ixtisar aparaq. Burada 3 qalır, burada 5. Sonra çarpaz vuraq. 5'i x'a vururam. 5x bərabərdir. 3'ü vururam 20'ye 60. X da bərabərdir. 60'ı bölürəm 5'ə 12. X bərabərdir 12. Mən A1, B1'i X ilə işarələmişdim. Doğru cavabım C variantı. Gəlirəm 3-cü sualımıza. 3-cü sualımız deyir turist 2 gün ərzində 250 kilometr yol getdi. O ilk gün 170 kilometr getmişsə, ikinci gün çox bəsit bir məsələ. 2 günə 250 kilometr gedib, birinci gün 170 kilometr gedibsə, ikinci gün tapmaq üçün 250 kilometrdən 170 kilometr çıxırıq. Cavab da qalacaq 80 kilometr. Oy, dərəcə yazdım. 80 kilometr doğru cavab A variantı. Keçirik 4-cü sualımıza. 4-cü sualımızda deyir A və B çoxluqları üçün demək NA verilib 9, NB verilib 7. NA birləşir B-nin ala biləcəyi elementlərin ən böyük qiymətini tapın. Uşaqlar, ən böyük qiymət NA ilə NB-nin cəmi ola bilər. 9 ilə 7-ni toplayıram. Bu da verir bizə 16 cavabını. Doğru cavab C variantı. 5-ci sualımız. Ədəd oxu üzərində nöqtələr arasındakı məsafə. 2 nöqtə arasındakı məsafəni tapmaq üçün nöqtələrin koordinatları çıxılır bir-birindən və modulda yazılır. Mənfi 7 tam 10-3-dən çıxıram mənfi 2-ni. Modulda yazıram. Çıxan zamanda burada 2 dənə mənfi var, toplanılır. Olur mənfi 7 tam 10-3 üstə gəlinsin 2. Bu da eləyir mənfi 5 tam 10-3. Mənfi 5 tam 10-3. Doğru cavabımız da müsbət 5 tam 10-3. Burada əslində məsafə deyir. Məsafə mənfi ola bilməz. Yəqin ki, burada səhv qeyd olunub. Y variantı olacaq doğru cavabımız. 6-cı sualdan davam edirik. Demək, 6-cı sualda malın qiymətini əvvəlcə 50% azaltdılar, sonra isə 50% artırdılar. Əvvəlki qiymət necə dəyişdi? Uşaqlar, ən bəsit şəkildə malın qiymətini götürürük 100 manat. 100 manatı 50% artırandan sonra 100-ün 50%-i 50 eləyir. 100-ün üzərinə 50 gəlirəm, olur 150 manat. Daha sonra 150 manat oldu axı. Bu 150 manatı mən 50% azaldıram. 150 manatı 50% azaltmaq üçün 150-nin 50%-ni tapıram, eləyir 75. Yəni 75 manatı buradan çıxıram. 150-dən də 75 manatı çıxanda bu da qalır elə 75 manat. Başlanğıcdakı qiymət 100 manat idi. Ən sonda qiymət oldu 75 manat. Deməli nəticədə 25% azaldı. O da doğru cavabımız B variantı olur. 7-ci sualımıza baxırıq. Üçbucağın 2 daxili bucağının cəmi 149 olarsa, 3-cü bucağını tapın. 2 daxili bucaq 149-dursa, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. 180 dərəcədən çıxırıq 149 dərəcəni. Bu da verir bizə 31 dərəcə. Doğru cavab B variantı. 8-ci sual.
Tənliyi həll eləyin deyir. -3 vurulsun 2 tam onda 1 x minus 1 üstə gəl 4 tam onda 8 bərabərdir. -6 tam onda 7 x plus 9 tam onda 4. Mötərizəni vurub açırıq. -3 2 tam onda 1 x-a vuranda -6 tam onda 3 x. -3 -1-ə vuranda müsbət 3 plus 4 tam onda 8 bərabərdir. -6 tam onda 7 x plus 9 tam onda 4. X-lar solda saxlayırıq. -6 tam onda 7 x 6 tam onda 3 x-in yanına gətirəndə olur. -6 tam onda 3 x plus 6 tam onda 7 x bərabərdir. 9 tam onda 4 3 plus 4 tam onda 8 7 tam onda 8 bu tərəfə gələndə -7 tam onda 8 olur. Bunun cavabı eləyir 0 tam onda 4 x bərabərdir. 9 tam onda 4-dən də 7 tam onda 8 çıxanda 0 tam onda 6 olacaq. Yox, daha doğrusu 1 tam onda 6 olacaq. Bir saniyə. 1 tam onda 6 olacaq. X də bərabərdir. 16-nı 4-ə bölünmüşcəsinə bölürük. Doğru cavabımız 4. C variantı. Keçək 9-cu suala. Deyir, bərabər yanlı trapesiyanın körbucaq təpəsinə bir dənə bərabər yanlı trapesiya çəkirik. Bərabər yanlı trapesiyanın körbucaq təpəsindən çəkilmiş hündürlüyü oturacağı 3 sm və 7 sm. Baxın uşaqlar, bura 3 sm-dirsə, avtomatik buradan da çəkirik. Burada 3 sm olur. Və mənə deyir ki, 3 sm və 7 sm hissələrə ayırır. Ayırdığı hissələr, baxın, biri bu hissədir 3 sm, biri də bu hissədir 7 sm. Mən bura 3 sm qoydumsa, avtomatik bura 4 qalır. O zaman burada 4 olur. Orta xəttdə ki, oturacaqları cəminin yarısıdır. Kiçik oturacağı 4 tapdım. Böyük oturacaq oldu 3, 4, 3, 10 böl 2. Bu da verir bizə 7. Doğru cavab C variantı olacaq. Keçək 10-cu sualımıza. 10-cu sualımızda nə deyir görək. A böl B nisbəti 3-ə. Demək uşaqlar, bu nisbətləri ayrı-ayrılıqda gəlin götürək. A böl B bərabərdir 3 yazıram. Buradan tapıram A bərabərdir 3B-yə. Daha sonra C böl D-ni də eyni qayda ilə 3-ə bərabər eləyirəm. Buradan C-ni tapıram 3D-yə. Sonra Y böl F-i də bərabər eləyirəm 3-ə. Buradan Y-ni tapıram 3F. İndi məndən istəyir ki, istədiyini də yazaq. AC plus AY plus CY məxrəcdə BD plus BF plus DF bərabərdir. Demək, uşaqlar, nə yazıram? Baxın, fikir verin. AC 3B-ni 3D-yə vururam. AC 3B 3D eləyir 9BD plus AY 3B-ni 3F-ə vururam. Olur 9BF CY 3D-ni 3F-ə vururam. Olur 9DF. Məxrəcdə də BD plus BF plus DF. Diqqət eləsəz uşaqlar, surətdəki mən 9-u mötərizə xaricinə çıxartsam, elə məxrəcdəki ifadə, yəni BD plus BF plus DF alıram. Məxrəcdə də eyni şəkildə BD plus BF plus DF var. Bunlar ixtisar gedir. Doğru cavabımız qalır elə təkcə 9. Keçək 11-ci sualımıza. Yenə sadə bir sual. 1 bölünsün. Kök altında 625 uşaqları 25 eləyir. Plus 1 bölünsün. Kök altında 100 də eləyir 10. 1 bölünsün 10. 25 ilə 10-a ortaq məxrəc 50-dir. 50-ni 25-ə bölürəm 2-yə, 10-a bölürəm 5. 2, 5, elədi 7, 50-də 7. 7-ni də 50-yə böləcəm. Bunu 2-yə vururam, 10-luq kəsrə çevirmək üçün %14. Bu da verir mənə 0,14. Doğru cavab D variantı. Keçirəm 12-ci suala. Xətti ölçüləri 2, 5 və 6 olan paralelipipedin həcmi. Paralelipipedin həcmi V bərabərdir ABC düsturu ilə tapılır. ABC xətti ölçülərdir. En uzunluq, hündürlük. Və bu da bərabərdir 2 vurulsun 5 vurulsun 6, 60. 60 santimetrin kubu. Doğru cavab C variantı. 13-cü suala keçək. 13-cü sualda da hesablamadır. Demək, 56 vurulsun -15 bölünsün 14 vurulsun -30. -30 ilə -15 ixtisar gedir. Burada qalır 2, 1. 56-nı da 14-ə böləndə eləyəcək 4, 1. 4-ü də 2-yə böləndə doğru cavabımız qalacaq 2. A variantı. Keçək 14-cü suala.
14-cü sualda 2 ədədin cəmi 131. Yəni yazaq x üstəgəl y bərabərdir 131. Fərqi 45. X minus y bərabərdir 45. Sadə bir sistem tənlik quruldu. Kiçik ədədi tapın deyir. Y-lər tərəf-tərəfə toplasam y-lər gedəcək. Olacaq 2x bərabərdir. 131 ilə də 45-i toplayıram. Bu da mənə verir 176. X-i da tapanda 176-nı 2-yə bölürəm. Deməli 88. X-imiz oldu 88. Y-i də tapmaq üçün 88 çıxılsın y bərabərdir 45. Y də bərabərdir 88-dən 45-ə çıxıram. Qalır 43. Doğru cavab Y variantı, çünki kiçik ədədimiz 43 olacaqdır. Keçirik 15-ci sualımıza. 15. Demək 15-də nə deyir? Düzbucaqlının diaqonalı 10 cm. Uşaqlar, düzbucaqlı çəkirik bir dənə. Düzbucaqlımızın diaqonal 10 cm. Bura 10 cm-dir. Deyir ki, tərəflərindən biri digərindən 2 cm böyük. Burası x olsun, burası da x plus 2 olsun. Perimetrini tapın. Burada düzbucaqlı üçbucaq əmələ gəlib, çünki bura 90 dərəcədir. Pifagoru tətbiq eləsək, x-in kvadratı üstə gəlinsin, x plus 2-nin kvadratı bərabərdir 10-un kvadratı, yəni 100. Buradan tapıram x-in kvadratı plus x kvadrat üstə gəlinsin. Bunu açıram. 4x üstə gəl 4 bərabərdir 100. 2x kvadrat üstə gəlinsin 4x, 100 gəlir 4-ün yanına. O da olur deməli üstə gəlinsin, daha doğrusu çıxılsın 96 bərabərdir 0. Hər tərəfi 2-yə bölürəm. Olur x-in kvadratı üstə gəl 2x çıx 48 bərabərdir 0. Viyyətlə həll eləsəm cəmi mənfi 2, hasili mənfi 48. Mənfi 8 ilə müsbət 6 verər bizə. Təbii ki, mənfi tərəf ola bilməz. Ona görə cavabımız olur 6. Yəni x-imiz olur 6. X-imiz 6, uzunluğumuz da olur 8. Perimetr soruşurdu. Düzbucaqlının perimetri də 2 vurulsun n plus uzunluq. Yəni 6 plus 8. 6 plus 8 14. 14-ü də 2-yə vururam. 28. Doğru cavabımız 28. Yəni B variantı. Keçək 16-cı suala. 16-cı sualımızda nə deyir? AB parçası 6 bərabər hissəyə bölünüb. Uşaqlar, 6 bərabər hissəyə bölünübsə, hər hissəni 1x-la göstərə bilərik. X, 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 x. Nədir? AC böl BD. AC 1x-dır. Böl BD nə qədərdir? BD 1, 2, 3, 4x-dır. 4x. 1x-i 4x-a böləndə bu da verir bizə 1 böl 4. 1-i də 4-ə böləndə 0,25 Y variantı. 16-cı sual. 17-ci suala baxaq. 17. Demək nə deyir? Parabolası ordinat oxunu bu nöqtədə, apsis oxunu bu nöqtədə kəsirsə, P plus Q cəmini tapın. Uşaqlar, parabolamız y bərabərdir x kvadrat, üstə gəl px, üstə gəl q şəklindədir. Deyir ki, ordinat oxunu 0,6 nöqtəsində götürürük, neyinirik? Yerinə qoyuruq. X-in yerinə 0 qoyuruq. X-in yerinə 0 qoyanda bu 0, bu da 0 olur. Q bərabərdir, y-in də yerinə qoyuruq 6. Buradan Q bərabərdir 6-nı alırıq. Daha sonra növbəti bizə 3, 0 nöqtəsi verib. X-in yerinə qoyuruq 3-ü. 9 üstə gəlinsin 3P. Artıq Q-nü də mən 6 tapmışam. Bərabərdir 0. Buradan da 3P bərabərdir. 9-un üstünə 6, 15. 15 sağa keçir. Mənfi 15. P də bərabər olur mənfi 5-ə. P və Q cəmini soruşurdu. Mənfi 5-in üzərinə gəlirəm 6. Bu da verir bizə 1. Doğru cavabımız Y variantı. Keçək 18-ci suala. 18-ci sualda da A plus B böl A bərabərdir 5. Bu ifadənin qiyməti soruşulur məndən. Uşaqlar, deməli, baxın, neyinirik? A kvadrat çıx B kvadrat. A kvadrat çıx B kvadratın düsturu var da, surətdəki ifadəni mən A çıx B vurulsun A plus B kimi aça bilirəm. A çıx B, A plus B bölünsün A kvadrat. Bu da bərabərdir neçəyə? Bunun qiymətini soruşur bizdən. Surətdəki ifadədə, yox, heç burada mən A plus B-nin yerinə qoya biləcəm. Amma A minus B-ni qoya bilməyəm. Gəlin belə eləyək. Bunu elə A kvadrat çıx B kvadrat kimi saxlayıram. Burada bir sadələşdirmə aparıram. A üstə gəl B bərabərdir. Çarpaz vuranda 5-i A-ya vururam. 5A
B də bərabər olur. A keçir 5A-nın yanına. 5A-dan A çıxıram, qalır 4A. Deməli, buradakı B-nin yerinə qoyacam 4A. Olur A kvadrat çıxılsın. B-nin yerinə 4A qoyanda 4A-nın kvadratı olur 16A kvadrat. Bölünsün A kvadrat. A kvadratdan 16A kvadrat çıxanda qalır mənfi 15A kvadrat. Onu da A kvadrata böləndə bunlar gedir. Cavab qalır elə mənfi 15. Doğru cavab D variantı. 19-cu sualımıza keçək. Bu da sadə bir sualdır. Deməli, x üstü 3, onun üstü 4 verir bizə x üstü 12-ni. Onu vururuq x üstü 7-yə, bölürük x üstü 15-ə. Bunlar eləyir x üstü 19, aşağıda x üstü 15. Bunlar böləndə eyni əsaslı qüvvətləri üstlər çıxılır. Qalır x üstü 4. Doğru cavab C variantı. 20-ci suala baxırıq. Deməli, 20. 20-ci sualda bərabər yanlı düzbucaqlı üçbucaq. Bir dənə bərabər yanlı düzbucaqlı üçbucaq götürürük. Düzbucaq təpəsindən çəkilmiş hündürlük. Düzbucaq təpəsi buradır. Buradan bir dənə hündürlük çəkirik. Hündürlük 6 kök altında 2 olarsa onun sahəsini tapın. Bərabər yanlı düzbucaqlı üçbucaq deyir. Yəni, burası x-dır. Burası da x-dır. Yan tərəflər x, x. Qarşı tərəf isə... yox, burada bərabər yanlılıqdan necə istifadə edə bilərik? Axı, bərabər yanlı düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən əgər bir dənə hündürlük çəkilirsə, bu hündürlük həm də median olur axı, bərabər yanlı üçbucağın qaydasına əsasən. Və 6 kök altında 2 buradırsa, bizim hipotenuzumuz 6 kök altında 2-nin 2 qatı olur. Yəni, 12 kök altında 2. Hündürlük və tərəf. Bizim sahə düsturumuzda belə idi axı, 2də 1 AH. Bu da bərabərdir. 2də 1 vurulsun 6 kök altında 2 vurulsun 12 kök altında 2. Bərabərdir. 6 kök altında 2-ni 12 kök altında 2-yə vuranda 6-nı 12-yə vuranda 72 eləyir. Kök altında 2-ni kök altında 2-yə vuranda adi 2. O adi 2 buradakı 2 ilə ixtisar gedir. Ona görə elə cavab 72 B variantı. Keçək 21-ci suala. Kəsirlərindən biri seçilir. Seçilən kəsirin sonlu onluq kəsiri olması hadisəsinin ehtimalı. Uşaqlar, kəsirləri yazıram bura. 18-də 11, 8-də 3, 32-də 7, 40-da 17 və 24-də 19. Kəsirin sonlu onluq kəsir olması üçün məxrəcinin vuruqlarında ancaq 2 və 5-lər olmalıdır. 18-in vuruqlarında 2 və 5-dən başqa ədəddə iştirak edir. Bu sonlu deyil. 8-in vuruqları ancaq 2-lərdən ibarətdir, sonludur. 32-nin vuruqları ancaq 2-lərdən ibarətdir, sonludur. 40-ın vuruqları 2 və 5-lərdən ibarətdir, sonludur. Bu isə 2 və 5-dən başqa ədəd olduğuna görə sonlu deyil. Deyir ki, sonlu onluq kəsir olması hadisəsinin ehtimalı P olarsa, ehtimal bütün halların sayı 1, 2, 3, 4, 5 dənə ədəd var. Onlardan 3-ü sonlu onluq kəsir şəklində göstərilə bilirsə, 5-də 3 ehtimaldır. P. P 5-də 3-dür. Məndən soruşur 5P plus 3-ü tapım. Yəni 5-i vurum 5-də 3-ə, üzərinə gəlim 3-ü. 5-lər ixtisar gedir, qalır 3. 3-ün də üzərinə 3 gələndə 6. 21-də doğru cavab 6. 22 bəsit bir bərabərsizlik. X minus 9 böyükdür 12. X böyükdür 12-nin üzərinə 9 gəlirəm 21. X 21-dən böyük. Ən kiçik tam ədədi deyirsə, 21-dən böyük olan ən kiçik tam ədəd 22. 23-cü sualımız. 2x kvadratı çıxılsın 4x plus 6. Ən kiçik qiymət n-lə tapılır. N düsturumuz mənfi ya da yox mənfi yazmayaq. 4AC çıxılsın B kvadrat bölünsün 4A düsturu ilə tapılır. Bu da olacaq 4 vurulsun A'mız 2, C'miz 6 çıxılsın 4-ün kvadratı 16 bölünsün 4 vurulsun 2. 4 2 8, 8 6 48, 48-dən 16 çıxanda 32, 4-ü də 2-yə vuranda 8, 32-ni də 8-ə böləndə doğru cavabımız 4. Keçək 24-cü suala. 24-cü sualda Əkob 60-80, əbob 60-80. Uşaqlar, əkob AB-ni əbob AB-yə böləndə C eləyir. C ortaq olmayan sadə vuruqların hasili. O da yəni 60 ilə 80-in ortaq olmayan sadə vuruqlarının hasilini tapıram. 2, 30, 2, 15, 3, 5, 5, 1. 80, 2, 40, 2, 20, 2, 10, 2, 5, 5, 1. Ortaq olmayanlar 2, 2 ortaq, 2, 2 ortaq,
5, 5 ortaq, ortaq olmayanlar 3, 2 və 2. Hasili 3 vur, 2 vur, 2. 4 üçüm 12. Doğru cavabımız 12 olacaq. 25-ci və son sualımız. Çevrənin AB vətərinə bir dənə çevrə çəkirik. Çevrənin AB vətərinə bir dənə də AB vətərini çəkək. A, yazaq A, B vətərinə M nöqtəsindən toxunanlar çəkilib. AB vətərinə M nöqtəsindən toxunanlar çəkilib. Deməli, burada kənarda M nöqtəsi götürək. Belə eləyək də bunu. AB vətərinə bunu eləyək, belə çəkilsin. Bu vətər bura birləşsin. Bir dənə də bircə saniyə uşaqlar. Gəlsin AB vətərini M nöqtəsinə. M nöqtəsi də olsun bu nöqtə. ABM 70 dərəcə. ABM burası 70 dərəcədir. AMB-ni tapın. AMB bu bucağı tapın deyir. Baxın uşaqlar. Bu hissə ilə bu hissə bir-birinə bərabərdir. Ona görə burada 70 dərəcə olur. Nəticə etibarıyla burada da bir üçbucaq əmələ gələcəyinə görə 70, 70, 140. 180 dərəcədən də çıxırıq 140 dərəcəni. Doğru cavabımız 40 dərəcə. Bu da imtahanımızın son sualı.